Salih, deyir anadır her evin gülü, çiçeği. Bunu anası olanlar bilir. Anasız dünyanın yoktur lezzeti. Anası dünyadan köçenler bilir. Allah dünyasını değişmeyen bütün analarımıza, bacılarımıza gani rəhmət eləsin. Amin. Qalanların canını sağ eləsin. Amin. Vallahi anasız bu dünyanın lezzeti yoktur. Kurban olurum ay ana sana. Həmişə o mənim yanıma gəlirdi. İndi mən onun yanına gələcəm. Salih, vicdan əzab çəkirəm. Denən niyə? Niye? O xəstə oldu. Mənim də imkansız vaxtlarıma düşdü. Onu həkimə apara bilmədim. Qurban olaram sənə. Onun üçün deyir ki, atanı, ananı sağ ikən ara. Onlar ağ deyəndə sən demə qara. Onlar dünyasını dəyişəndən sonra verdiğin xeyratın təpənə dəysin. Atadır, anadır, həyatın canı. Onlarsız yaşayıp törəyən hanı? Şah olsan ziyaret etməsən onu. Taxtın, səltənətin təpənə dəysin. Vallahi atanın, ananın sağlığında qədrini bilmək lazımdır. Öləndən sonra gedib bazardan gül almağa, yolka alıp burada əhməyə nə var ki? Qadan alır sənin. Sağlığında, sağlıq. Düzdür. Allah rəhmət eləsin. Allah bütün dünyasını dəyişənlərə qəni rəhmət eləsin. Geci tezi hamımızın yeri buradır. Yaşasan 300 il, 500 il, 1000 il. Əvvəl axır öləcəksən bil. Düzdür. Dünyada heç nəyə mənimdir demə. O şeylər əbədi qalacaq sənsiz. Mənimdir dediyin hər bir əşyanı başqası ayrı cür quracaq sənsiz. Sağ ol şair.